Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Aysun xəbərləri yalanladı. Həyatımdan çıxardığım insanları geri qaytarmıram. Bu videonu ona görə çəkdim ki, bütün ətrafım mənə zəng edir. Deyirlər ki, bu xəbər doğrudurmu? Bir deməkdən yoruldum. İki dünya bir olsa da o xəbərlər heç vaxt doğru olmayacaq. Heç bir barışıq olmayacaq. Həyatımdan çıxardığım insanları heç vaxt geri qaytarmıram. Keçmişə baxmıram, yalnız gələcəyə baxıram. Bu söhbətlər bağlansın, o səhifələr onsuz da bağlanacaq. Aysel Teymurzadə Nurlanə Cəfərovanın ad gününü belə təbrik etdi. Aysel Teymurzadə Nurlanə Cəfərovanın ad gününü belə təbrik etdi. Müğənni Aysel Teymurzadə yaxın dostu. Avroviziya mahnı müsabiqəsində Azərbaycanın nümayəndə heyətinin rəhbəri Nurlanə Cəfərovanın ad gününü təbrik edib. Big Aza xəbər verir ki, o sosial mediada paylaşım edib.